Salam dəyərli abituriyentlər, bu videomuzda baxacağıq Azərbaycan dilindən bəzi qaydalarla bağlı məsələlərə. Başlayaq. Dilimizdə ümumiyyətlə bir qism sözlər var ki, o sözlərin yazılışlarında bir qədər çətinlik yaranır. Məsələn, çatışmazlıqdır yoxsa çatışmamazlıq və yaxud da anlaşılmazlıqdır yoxsa anlaşmamazlıq. Bu tipli sözlər bilirsiniz ki, həm fonetikada, həm də normalarla bağlı mövzularda, testlərdə qabağınıza çıxa bilər. Yadınızda qalsın, bu tipli sözlərin yazılışı bu formadadır. Yəni, bu tipli sözlərdə bir dənə inkar məsələsi var, şəkilçisi var. Məsələn, deyirəm ki, çatışmazlıq. Doğru yazılışı bax bu formadadır. Çatışmamazlıq deyirsə, bu artıq yanlışdır. Yəni, yadınızda qalsın, bu tipli sözlərdə bir dənə inkarlıq olur. Çatışmazlıq və yaxud da deyirəm ki, bilməzlik. Bir dənə inkardır. Və yaxud da görməzlik, anlaşmazlıq. Anlaşmazlıq. Fikir verirsiniz, bir dənə inkardır. Yadınızda qalsın, iki dənə inkar olmur. İki dənə inkar varsa, ya sözün yazılışı səhvdir və yaxud da orada fonetik norma pozuntusu var. Yəni, bu tipli sözlərdə bir qədər ehtiyatlı olun. Belə. Daha sonra dilimizdə bilirsiniz ki, bir qism sözlər var ki, məsələn, isim bölməsində həm konkret isim kimi işlənir, həm də mücərrəd isim kimi işlənir. O qayda kitablarında düzdür verilib, məsələn, analıqdır, atalıqdır, bacılıq, nə bilim, ağıl, saat, bu tipli sözlər verib, onların üzərində dayanmayacağım. Daha çox testdə, məsələn, sizi çaşdıra biləcək sözlərlə, qarşınıza çıxa biləcək sözlərlə məlumat verəcəm o barədə. Məsələn, deyirəm ki, hava. Hava sözü yerinə görə konkret isim də ola bilər, mücərrəd isim də. Məsələn, nəfəs aldığımız hava desəm, bu zaman olacaq konkret. Bilirsiniz, məsələn, havadır, küləkdir, bu tip sözlər konkret isimlərdir. Konkret olacaq. Məsələn, nəfəs aldığımız hava. Amma desəm ki, musiqi havası, bu zaman olacaq nə? Aşıq havası və yaxud da bu zaman olacaq artıq mücərrəd isim. Və yaxud da şan sözü var. Bu da testlərdə, məsələn, EMAŞM-i işləyənlər, abituriyentlər, mən işlədirəm bu testi. EMAŞM-də var bu tip sözlər. Şan sözü. Şan bir var, arının o balı olur, şanı. Bax, o mənada işlənsə konkret isim olacaq. Şan şöhrət mənasında olsa olacaq artıq mücərrəd isim. Və yaxud da yay sözünə fikir verək. Ox, yay deyirik silah növü kimi. Bax, orada işlənsə, o mənada işləsə olacaq konkret. Fəsil adı kimi işləsək, olacaq artıq hansı mənada mücərrəd isim. Yəni, testlərdə hər hansı bir fəsil mənasını veribsə, bu zaman mücərrəd isim kimi götürəcəksiniz. Daha sonra xal sözünə toxuna bilərik. Məsələn, üzdəki xal desəm, üzünüzdəki xal, həqiqətən konkret görürsünüz, əllə də məsələn təmas edə bilərsiniz. Bu zaman olacaq konkret isim. Yox, oyunda topladığınız bal, imtahanda topladığınız bal desəm, xal mənasında da, yəni o mənada işlənsə olacaq artıq mücərrəd isim. Və yaxud da fal sözünə də toxunaq. Bu da konkret mücərrəd hər iki mənada işlənən isimlərdəndir. Məsələn, o yumurta falı deyirlər, məsələn, o toyuğun altına qoyulan məsələn fal, yumurta. Bax, o mənada işlənsə olacaq konkret. Kart, fal, oyun mənasında işlənsə olacaq artıq mücərrəd isim kimi. Bax, bu tipli sözləri yadınızda saxlayırsınız. Daha sonra vurğu məsələsi. Ay adlarında vurğu məsələsi. Məsələn, iyun, iyul ayları. İyundur yoxsa iyun? İyul deyirsiniz yoxsa iyul? Bax, bu tipli sözlərdə yadınızda qalsın. Qarışdırmamaqdan ötürü. Bunlarda vurğu sona düşür. Qarışdırmamaqdan ötürü yadınızda qalsın. Dilimizdə ay adlarından bir dənə avqust sözün yadınızda saxlayırsınız ki, avqust sözündə bir dənə vurğu əvvələ düşür. Yerdə qalan bütün aylarda isə vurğu sonraki hecalara düşür. Bir dənə avqustdan yadınızda saxlayın. Yəni, əslində ay adlarında qarşılanması məqam yoxdur. Bir dənə bu iki sözdə iyun, iyul deyirik, amma iyun, iyul olmalıdır. Vurğunu sona atmalısınız. Bir dənə orada yadınızda saxlayırsınız. Bir dənə avqustdan vurğu əvvələ düşür. Yerdə qalan məsələlərdə isə vurğu sonraki hecalara düşür. Daha sonra dilimizdə bu tipli sözlər var. Çar, çor, lal, şil. Bu tipli sözlər yadınızda qalsın. Nitq hissəsi baxımından sifətdir. Bunların mütləq şəkildə qeydlərini aparın. İmtahanda, testlərdə qabağınıza çıxa bilər. Deməli, hansı nitq hissəsi oldu? Çar, çor, lal, şil. Bu tipli sözlər nitq hissəsi baxımından sifət olur. Daha sonra dilimizdə bir qism sözlər var ki, o sözlərin nitq hissəsi baxımından isim ya da sifət olmasını qarışdırırsınız. Məsələn, əsasən də bu çar
şəkilçisi vasitəsilə düzələn isimlərdir. Çar nə zaman isim düzəldər? Nə zaman sifət düzəldir? Yadınızda qalsın. Çar isim düzəldən şəkilçi olduqda çox zaman bir peşə ilə bağlı və yaxud da insan anlayışı, əsasən insan anlayışını bildirən isimlər düzəldir. Yəni söhbət orada əlamətdən daha çox, əlamət anlayışından daha çox insani bir anlayış bildirir çar şəkilçisi. Məsələn, 2 dənə şəkilçi yazacağam. Artıq orada tutun görün hansında əlamət bildirir, hansında isim kimi, yəni insani bir anlayış bildirir və yaxud da vəzifə mənasında, peşə mənasında işlənir. Bir var deyirəm, məsələn, tamahkar. Tamahkar insanın, belə deyim də, keyfiyyətidir, onun daxili bir aləmidir, xarakteridir. Bu olacaq artıq sifət kimi. Burada yəni hər hansı bir insani bir anlayışdan, peşə, vəzifə bildirən bir anlayışdan söhbət getmir. Bir də deyirəm ki, bəstəkar. Fikir verin, artıq bəstəkar kimdir? Mahnı oxuyan şəxs, bəstələyən şəxs mənasında işlənir. Düzdür, artıq görürsünüz, məna tamamilə dəyişdi, tamamilə dəyişdi. Deməli, əlamətə, keyfiyyətə daha çox məzmun cəhətdən fərqləndirirsiniz. Yönəlirsə sözün mənası olacaq sifət. Yox, əgər insani bir anlayışa yönəlirsə və yaxud da vəzifə, peşə anlayışı bildirirsə, bu zaman olacaq isim. Və yaxud da məsələn, sifətlərin içərisində zülmkar sözü var, məsələn, onun xarakteridir. Xarakterisi sifətdir. Və yaxud da deyirəm ki, nəğməkar, tamahkarı qeyd edirdim, məsələn, həvəskar sözü var. Quruluş da düzəltmə sifətlərdir bunlar və yaxud da davakar. Yenə, quruluş da düzəltmə sifətdir. Amma məsələn, desəm ki, sahibkar, sahibkar əlamət bildirmir axı. Sahibkar artıq burada vəzifə mənasında işlənir. Və yaxud da desəm ki, sənətkar. Bax, burada da yenə isim düzəldən leksik şəkilçi kimi işlənmişdir. Və bilirsiniz, burada kar şəkilçisi tələffüzdə car formasına deyilmir. Necə deyiləcək? Bəstəkar. Yəni, bu hissəsi fərqlənmir. Kişi olduğu kimi qalır. Sonra düzəltmə isimlərin içərisində belə bir isim də var. Sizi çaşdıra bilər bu sözlə. Azarkeş sözü. Burada sözün kökü azardır. Keş leksik şəkilçidir. Testlərdə qabağınıza çıxa bilər. Bu tipli sözlərdə ehtiyatlı olun. Daha sonra biraz frazeoloji birləşmələrlə bağlı danışaq. Frazeoloji birləşmələr daha çox, məsələn, abituriyentlər qarşıdırırlar ki, fe'li xəbər olur cümlədə. Bu fikir yanlışdır. Frazelər cümlədə yadınızda qalsın. Həm ismi xəbər ola bilər, həm də fe'li xəbər ola bilər. Məsələn, deyirəm ki, ağlı başına gəldi. Ağlı başına gəlmə ifadəsi bəli bir frazemdir. Və məsələn, cümləni sizə bu formada versə, çox rahat bir şəkildə deyərsiniz ki, bəli, burada fe'li xəbər rolundadır frazeoloji birləşmə. Amma ismi birləşmə, daha doğrusu ismi xəbər də ola bilər. Burada fe'li xəbər kimi çıxış edir. Məsələn, bunu belə desəm ki, onlar ağlı başına gələnlərdir. Burada isə artıq frazemin özü, fikir verin, ağlı başına gəlmə ifadəsi. Yenə, ağlı başına gələnlərdir. Kim? Onlar. Bax, bu frazemin özü burada artıq isim xəbər rolunu çıxış elədi. Niyə? Çünki biz demişdik ki, fe'li sifət, bir də məsdər. Bunlar cümlədə isim xəbər roluna çıxış edir. Fe'li xəbər ola bilmir. Həmin o fe'li sifətin şəkilçisidir də. Yəni, siz buna heç bir halda cümlədə, frazem bu cümlədə, məsələn, fe'li xəbər rolundadır deyə bilməzsiniz. Bu boyda burada fe'li sifətin şəkilçisi var. Aydın oldu, amma yerinə görə, məsələn, bu cümlədə, birinci cümlədə fe'li xəbər rolunda da çıxış edib. Yəni, yerinə görə ismi xəbər rolunda da çıxış edə bilər, fe'li xəbərdə. Daha sonra, frazeoloji birləşmələrin amonimlik məsələsinə də biraz toxunaq. Düzdür, kitabınızda hazır cümlələr verilib, nümunələr verilib. Məsələn, o cana gəlməkdir, söz verməkdir, can verməkdir. Bu ifadələr asandır, hər dəfədə testlərdə çıxır. Bir qədər fərqli nümunələrin üzərində dayanaq. Məsələn, boğazı qurumaq ifadəsi var. Frazeoloji amonim kimi işlənə bilən bir ifadədir. Necə işlənə bilər? Bir var, deyirəm ki, qorxulu bir hadisə gördüm. Deyirəm ki, çox qorxdum, yəni elə qorxdum ki, boğazım qurudu, dondum qaldım, boğazım qurudu. Bax, bu mənada işlənir. Bir də susamaq mənasında. Yəni, hər iki mənada məcazidir. Boğaz necə məsələn susmayanda quruya bilər? Orada məcaziləşmə var. Bax, bir susamaq mənasında, bir də qorxmaq mənasında
işlənə bilər. Daha sonra gözdən yayınmaq ifadəsinə toxunaq. Gözdən yayınmaq. Bu da frazeoloji amonim kimi işlənə bilər. Məsələn, deyirəm ki, kimisə gözündən qaçıb gizləndim, gözündən yayındım onu. Bir bu mənada işlənə bilər. Kimdənsə məsələn qaçıb gizlənmək mənasında. Bir də bir şeyə diqqət etməmək mənasında. Deyirəm ki, məsələn, testdə məsələn bu suala diqqət etmədim, gözümdən yayındı. Bax bu mənada işlənə bilər. Daha sonra ürəyi bulanmaq ifadəsi var. Ürəyi bulanmaq. Yenə amonim kimi necə işlədə bilər? Bir var deyirəm ki, özümü pis hiss edirəm, ürəyim bulanır. Bax bu mənada. Bir də bir şeydən iyrənirəm, deyirəm ki, ürəyim bulanır. Yəni iyrənmək mənasında, bir də özümü pis hiss etmək mənasında amonim kimi işlənə bilər. Belə. Daha sonra toxunaq bu məsələyə. Feilin qrammatik məna növlərini bilirsiniz ümumi şəkildə. Sadəcə məsələn belə bir söz var. Duruldu sözü. Sözdə kökçə keçir əvvəlcə baxaq. Söz ümumiyyətlə necə təhlil olunur? Durur, məsələn su duruldu deyirəm. Durur, sonra durulur. Yoxsa duru sifətindən durulmaq yaranır. Bu söz necə ayrılır kökçə keçir? Yadınızda qalsın. Bu sözün kökü duru sifətidir. 7-ci sinifin Azərbaycan dili dərsində var söz. Duru sifətidir. Ondan yaranır durulmaq feili. Sadəcə bu söz, yəni sifətdən feil yarandığına görə rahat bir şəkildə məlum növ götürə bilərik. Sadəcə burada məsələn abituriyentlərin qarşıladığı məsələ nə olur? Durmaqdan durulmaq götürüb su durulur da öz-özünə durulur. Qayıdış növ götürürlər. Xeyr, bax sözün təhlili bu formadadır. Duru sifətindən durulmaq feili yaranır və məlum növdə olur. Sadəcə burada bir dənə necə bir məqamı deyim. Buradakı l şəkilçisi var. Ha, bu l üstü 4-ün şəkilçisi deyil. Ha. Al, əl şəkilçisi var feil düzəlində. Bax, həmin o şəkilçisidir. Yəni, bu l şəkilçisi ilə bu l eyni şəkilçisi deyil. Sadəcə yanında saxlayın ki, buradakı l şəkilçisi al şəkilçisidir. Al, bax bu şəkilçisidir. Sadəcə saitlə başlayan, sözün son saitlə bitib, saitlə də başlayan şəkilçi gəlmir. Sait avtomatik, şəkilçi avtomatik öz saitini itirib. Sadəcə şəkilçinin özü bax bu şəkilçidir. I üstü 4 şəkilçisi deyil. Ondan qarışdırmayın. Belə. Daha sonra əsasən sözünə toxunaq. Əsasən sözün hansı nitq hissələri olar? Buna məsələn köməkçi nitq hissələrin anonimliyi məsələsində toxunuruq buna. Qoşma ola bilər. Bir də hansı nitq hissəsi ola bilər? Modal söz kimi işlənə bilər. Nə zaman qoşma olar, nə zaman modal söz? Bir ona baxaq. Əgər hər hansı bir istinad mənasında işlənirsə, nəyisə istinad edirsənsə, bu zaman olacaq qoşma. Məsələn, deyirəm ki, oxuduğuma əsasən, məsələn, deyirəm ki, kitabda oxuduğuma əsasən filan hadisələr baş vermişdir. Yəni, istinad etdiyim istinad gəlməyəcək. İstinad etdiyim mənbə nədir? Oxuduğum məsələn kitab. Burada nəyisə hansısa bir mənbəyə istinad edirsə, bu zaman qoşma kimi işlənir. Başa düşürsünüz? Məsələn, və ya da deyirəm ki, əmrə əsasən gəlmişəm. Əsasən səbəb məqsəd məzmunu da var burada. Bir səbəb məzmunu ifadə edə bilər, bir də istinad məzmunu. Deyirəm ki, əmrə əsasən gəlmişəm. Gəlməyimin səbəbinə istinad etdiyim məqam nədir? Əmr. Burada yəni nəsə əmrə bir şey deyim də istinad edirsə, səbəb məqsəd məzmunu varsa, burada daha çox qoşma olur. Yox, modal söz nə zaman ola bilər? Əgər həmin cümlədə əsas etibarilə, əsasən sözü əsas etibarilə, əksərən, bax bu mənalar verirsə, bu zaman modal söz olacaq. Məsələn, deyirəm ki, belə bir cümlə yazıram. Bunlar əsasən yayda gəlirlər. Yəni, əksərən, əsas etibarilə yayda gəlirlər. Bax, burada artıq istinad mənbəsi yoxdur. Bir şey istinad eləmirsən ki, burada məsələn qoşma götürəsən. Burada hansı mənanı verir? Əksər hallarda, buna deyirəm, əksər hallarda əsasən, əsas etibarilə yayda gəlirlər. Yəni, daha çox yayda gəlirlər. Əksərən yayda gəlirlər. Bax, bu mənada işlənirsə, artıq olacaq nə? Modal söz. Yəni, ümid edirəm ki, fərqlərini tuta bildiniz. Sonra o yol boyunca ifadəsi var. Testlərdə çıxır qabağınıza. Bu boyunca
ifadəsində cacə nədir? Boyu ilə və yaxud da arxamca ifadəsində cacə. Bunlarda hamısı qoşmadır. Qoşma. Yəni boyum yol boyu ilə, deyirəm yol boyunca söyüdlər. Yol boyu ilə, arxamca gəlir, arxam ilə gəlir. Bax, ilə qoşmasından rahat bir şəkildə əvəz edib, onu qoşma kimi götürə bilərsiniz. Daha sonra bu sözlərin vurğu məsələsinə baxaq. Nəhayətdir, yoxsa nəhayət? Deyirəm, nəhayət işim bitdi, yoxsa nəhayət bitdi? Və yaxud da müxtəsər, xülasə. Bax, bu üç dənə söz yadınızda saxlayın. Modal söz kimi işlənəndə vurğu əvvələ düşür. Nəhayət, müxtəsər, xülasə. Bax, bunlar modal söz kimi işlənəndə vurğunu ön hecada olmasını tələb edir. Sonra yəqin sözünə də gəlin burada elə toxunaq. Yəqin bilirsiniz ki, modal söz kimi işlənir. Bunu bilirsiniz. Məsələn, deyirəm ki, yəqin bu işlərin axırı belə olacaq. Yəqin isim kimi də işlənə bilər. Yəni, anonim kimi işlənə bilər bir sözdür bu söz. Məsələn, deyirəm ki, işin yəqinini bilmirəm. İşin yəqinini, yəni doğrusunu, düzünü, işin yəqinini, nəyini? Yəqin burada isim kimi işlənir. Yerinə görə isim kimi də işlənə bilər. Daha sonra tərcid, gəlin bu sözə də toxunaq. Bir var tərcid sözü dilimizdə. Bir də var təncid sözü. Tərcitmək, bir də təncitmək. Bu sözlərin tərkibinə görə təhlili necədir? Tərcid deyirəmsə birinci variantda. Tərcid sözün elə kökü budur. Yox, yəni tərcid belə bir ifadə yoxdur dilimizdə. Amma təncid ifadəsində tənc sözü var dilimizdə. Tənc sözündən təncimək yaranır, ondan da təncitmək yaranır. Aydın oldu. Yəni, bax, bu iki dənə sözdə ehtiyatda olun. Tərcid sadədir, təncid isə olursa necədir? Düzəltmədir. Ümid edirəm ki, video faydalı oldu. Maraqlıdırsa, ikinci hissəsində çəkə bilərəm.